meydana, qoşul bu kəlmə-kəlməyə. Alınmıyırsa meyxana, Susonda gəlmə-kəlməyə. Qoşulma kəlmə. Bu həftə üz-üzə gələn meyxanaçılar Ataş Novxanı və Vüqar Şiriyevin meydanda söz yarışına çıxmaqları qaldı bir yana, kənarda əsl savaş başladı. Mən elə belə də gözləyirdim də meyxananı. Meyxananın taxtı birdirsə, həmin o taxtı elə şahiddə. Vüqar məndən çox zəifdir. Hansı sənətindən danışır, bilmirəm. Bəlkə çilingər zad işləyirardısa, bilmirəm. Bəlkə belə bir sənəti var. Ola bilər. O barədə deyirsə, ola bilər. Meyxanadan danışırsa ancaq meyxananın M hərfi Ataşdan böyükdür. Sizdən öyrənməlidir? Əgər istəsə, problem yoxdur. 2, 4, 6-cı günlər yaxınlaşa bilər. Mən rəqibim zəifdir məndən, çox-çox. Ataş məndən heç vaxt güclü olmayıb. Bu günə qədər adama bir 44 yaşımız var. Əgər bu günə qədər bunu bacarmayıbsa, bundan sonra da daha çətin. Bu yerdə varam mən, Vüqara düyüm məndən özün gözləsin. Məndən özün gözləsin deyir Ataş, o məndən dünəndən özün gözləsin. Verilişdən qabaq hər ikisi sinələrinə döyüb mənəm desələr də, nəticədə biri qalib, biri isə məğlub oldu. Meyxana xalçasına vurdu rəkanət naxışı. Görək növbəti həftə kəlmə-kəlməyə deyib, söz güləşdirən meyxanaçılardan hansı layihədə qalıb yoluna davam edəcək.